Onu deyə bilərəm ki, Azərbaycanın bütövləşməsi təkcə coğrafi bütünləşmə deyil, həm də hər iki tərəfdə olan parçalanmış bir millətin bütünləşməsidir, milli bütünlükdür. Amma milli bütünlüyü indi də yaratmaq mümkündür. Nə ilə? Kuzey Azərbaycanın dövlət siyasəti ilə biz milli bütünlüyümüzün altyapısını hazırlaya bilərik. Birinci, dövlətin humanitar siyasəti olmalıdır. Azərbaycanın gələcəkdə birləşmə perspektivlərinə yönəlik humanitar siyasəti, təhsil siyasəti, sosial siyasət, dil siyasəti, elmi siyasət. Bu hamısı Kuzey Azərbaycan humanitar siyasətinin əsaslarıdır və Kuzey Azərbaycan bu siyasəti ilə Güneyliləri nəzərə alaraq bu siyasətin həyata keçirməlidir. Güney Azərbaycanla Kuzeyin birləşmə perspektivinə yönəlik bir siyasət və burada ziyalılar da aktiv iştirak etməlidir. Təəssüf ki, mən bunu görmürəm. Götürək Kuzey Azərbaycanın dil siyasəti. Kuzey Azərbaycandakı dil siyasəti Güney Azərbaycandakı kimlik böhranını yaradır. Güney Azərbaycanlılar bilmir özünə Azərbaycanlı desin, bilmir türk desin. Eyni zamanda Kuzey Azərbaycanın rəsmi şəkildə dəstəklənən yanlış bir siyasəti var. Azərbaycançılıqla türkçülüyü bir-birinə alternativ ideologiyalar kimi təqdim edirlər. Hətta Azərbaycançılığı qabardıb türkçülüyü qətiyyətlə inkar edirlər və Azərbaycanı çox millətli ölkə kimi təbliğ edirlər. Çox kültürlü, çox millətli ölkə kimi. Amma Kuzey Azərbaycan da bir millət var, dominant etnos, türk millətidir. Azərbaycan dövləti bu millətə söykənir. Azərbaycan dövlətini bu türk milləti qurub, statistikaya görə 91% türkdür, 9% milli azlıqlar. Ona görə çox millətli ölkə deyil, bir millətli ölkə var, bir də kiçik milli azlıqlar var. Yəni, həqiqəti demək lazımdır. Və Kuzey Azərbaycan çox millətli ölkə kimi təqdim etmək gələcəkdə Azərbaycanın başına böyük bəlaların açılması demək olardı. Eyni zamanda dilimizin adının Azərbaycan dili olması böyük xətadır. Coğrafiyanın adı ilə dil adlanmaz. Dil millətin adına uyğun olmalıdır. Biz türkük, dilimizin adı türk dilidir. Bu cür ziddiyyətlər kimlik arayışlarımıza, kimlik axtarışlarımıza mane olur. Ona görə də Güney Azərbaycan aydınları Kuzey Azərbaycandan və elmi və siyasi elitasından böyük, necə deyim, bu kimlik arayışlarında böyük dəstək görmək əvəzinə çaşqın bir vəziyyətdədirlər. Bu tərəf Azərbaycan milləti deyir, o tərəf türk deyir. Bunlar hamısı bizim inkişafımıza mane olan məsələlərdir. Dövlət özünün bu siyasətlərini düzəltməlidir. Azərbaycan da dövlət türk millətinə söykənir. Dilin adı türkdür. Güneydə xalqımız, parçalanmış xalqımızın yarısı türkdür, dilinin adı türkdür. Amma Azərbaycan bizim etnik, siyasi coğrafiyamızdır. Azərbaycanlılıq bizim dövlət və coğrafiyaya bağlılığımızı və coğrafi kimliyimizi göstərən bir addır. Millət adı deyil. Bu xətalara yol vermək olmaz. Dövlət siyasəti Azərbaycanın bütünləşməsinə yönəlik perspektivə yönəlməlidir. İç siyasət, iqtisadi siyasət Güney ilə birləşmə perspektivinə söykənməlidir.